Sabahınız xeyir olsun. Ümid edirəm ki, yaxşısınız. Bu günləri biz sizlərlə 2019-cu ildən 2025-ci ilədək həm buraxılış, həm də blok imtahanlarında istifadə olunan suallara baxacağıq. Hansı ki, bu suallar qarışıq formada deyil, mövzu üzərində hazır şəkildə ayrılmış formadadır. Və təbii ki, ilk olaraq natural ədədlərdən başlayacağıq. Daha sonra çoxluqlar, adi və onluq kəsrlər, faiz və daha sonra ardıcıl olaraq digər mövzulara da toxunacağıq. Gəlin başlayaq sizlərlə vaxt itirmədən ilk sualdan. Verilmiş sualda bizdən soruşur ki, m natural ədədini 5-ə böldükdə qalıqda 3 alınır. Verilmiş ədədi 5-ə böldükdə qalıqda neçə alınır deyir. Baxın uşaqlar, ilk öncə biz sizlərlə qalıqlı bölmə düsturunu yadımıza salırıq. Demişdik ki, m böl 5 bərabərdir. Natamam qismət verilməyib, istənilən bir ədəd yaza bilərəm. K. Qalıqda da yazıram 3. Və qalıqlı bölmə düsturunda biz demişdik ki, 5 vur k plus 3 şəklində olur. Və uşaqlar bizdə deyir ki, m kvadrat plus 6m plus 5 ədədini 5-ə böldükdə qalıqda neçə alınır deyir. Baxın uşaqlar, mən burada k-yı istənilən bir ədəd verib, m-i təyin edib, bu ifadədə yerə qoysam və hər hansı bir ədəd alıb 5-ə bölsəm, qalıqda həmişə eyni ədəd alınacaq. Yəni, istər mən burada k-ya 1 verim, istər 2 verim, istər 9 verim. Və mənə də rahat gəlsin deyə mən k-ya 1 verirəm. K-ya 1 versəm, m bizdə olacaq 5 vur 1 üstəgəl 3, yəni 8. Aparıb yerinə qoysam, almış olaram ki, 8 kvadratı üstəgəl 6 vur 8 üstəgəl 5. Buradan da bərabər alıram ki, 117-yə bərabərdir. 117 də 5-ə parçalasaq görərik ki, 115 plus 2 şəklində yaza bilərik. Yəni 115 5-ə tam bölünür, amma 2 bölünmür. Yəni qalıqda nə qalır? 2 qalır. Sual 2-yə baxaq. Diaqramda verilmiş A ədədinin sadə vurğularının sayını tapın. Baxın uşaqlar, diaqramda nəzər salsaq görərik ki, aşağı hissədə müxtəlif sadə vurğular, bu hissədə isə sadə vurğuların sayı verilib. Gəlin ilk öncə biz sizlərlə A ədədini yazaq. Müxtəlif sadə vurğuları yazıram ilk öncə. 2 vur, 5 vur, 7. Və təkrarlanma sayı. 2-nin təkrarlanma sayı 3, yəni 2 üstü 3. 5-dən 4 dəfə təkrarlanır, yəni 5 üstü 4. 7-dən isə 5 dəfə təkrarlanır, yəni 7 üstündə 5. Bizdən də A ədədinin sadə vurğularının sayını soruşduğuna görə qüvvətləri toplayırıq, yəni üstləri toplayırıq. Nə olur? Olur 12. Baxaq 3-cü suala. Verilmiş ədədin, yəni 300 ədədinin neçə sadə vurğu var deyir. Gəlin bunun üçün ilk öncə 300 ədədini sadə vurğulara ayıraq. Yazıram ki, 3 vurulsun, 2 vurulsun 5. Bu nə olur? Bizdə 30 olur. Yəni bu da yazıram 5 vur 2. 3 vur, 3 üstü 1 vur, 2 üstü 2 vur, 5 üstü 1. Sadə vurğuların sayını soruşur. Yenə də 1 üstəgəl 2 üstəgəl 1. Yəni 4 dənə sadə vurğu olmuş olar. Düzmü dedim? Bir dəqiqə. Xeyr. 5 üstü 2 olur burada. 5 dənə sadə vurğu olmuş olar. Nəzər salaq 4-cü suala. Deyir ki, A böl B nisbəti 7 böl 3-ə bərabərdir. Əbub AB 5 olarsa, Əkob AB-ni tapın deyir. Baxın, ilk öncə gəlin sizlərlə A böl B nisbətini yazaq. 7 böl 3. Buradan A-nı 7K, B-ni 3K şəklində yazıram. Baxın uşaqlar, Əbub AB nəyə bərabərdir? 5-ə bərabərdir. Və biz demişik ki, Əbub nədir? Ortaq olan sadə vurğuların hasilidir, düzdürmü? Baxın uşaqlar, ortaq olan sadə vurğular hansılardır? K-dır. O zaman mən yazıram ki, K bərabərdir 5-ə. A-nı tapıram ki, 7 vur 5-ə bərabərdir. B-ni tapıram ki, 3 vurulsun 5-ə bərabərdir. Yəni 35-in 15-ə bərabərdir. Bizdən də Əkob AB-ni, yəni 35 15-i soruşur. Əkob da bərabər olur 7 vur 5 vur 3-ə. Yəni 105-ə bərabər olmuş olar. 5-ci sual. X böl 13 bərabərdir 5, qalıq Y bərabərliyindən X-in hansı qiymətində
Qalıq ən böyük olar deyir. Baxın uşaqlar, ilk öncə təbii ki, qalıqlı bölmə düsturundan istifadə edirik. Yəni x bərabərdir 13 vurulsun 5 üstəgəl y. Yəni 65 üstəgəl y. Yəni x bizdə bərabər olur 65 plus y. Bizənsə deyir ki, x-in hansı qiymətində qalıq ən böyük olar? Baxın uşaqlar, biz demişdik ki, bölən qalıqdan həmişə böyükdür, düzdürmü? Bax, x-in hansı qiymətində deyir, qalıq ən böyük. Bax, qalıq ən böyük nəyə bərabərdir? 12-yə bərabər, düzdürmü? O zaman mən y-in yerinə 12 yazsam, 65 plus 12 bərabərdir 77 alaram. Yəni, x 77-yə bərabər olduqda qalıq 12 olar. Hansı ki, bizdə ən böyük qalıq elə 12-yə bərabərdir. Yəni, 77 olduqda. 6-cı sual. B çoxluğuna daxil olan neçə element 8-ə qalıqsız bölünər? Baxın, 14 bölünmür, 20 bölünmür, 28 bölünmür və 36 bölünmür. 16, 24, 32 bölünür. Deməli, 3 dənə ədəd 8-ə qalıqsız bölünmüş olar. 7-ci sual verilmiş 3 rəqəmli ədədlərdir deyir. Fərqləri isə 360 olarsa, A plus B cəminin ən böyük qiymətini tapın deyir. Baxın uşaqlar, bu sual Dövlət İmtahan Mərkəzinin istifadə etdiyi, daha doğrusu bizim istifadə etdiyimiz test toplularında test istifadə olunan suallardan biridir. Yəni ilk öncə fərqi yazaq. Açıram hazır. 100A üstəgəl 10B üstəgəl S çıxılsın. 100B çıx 10-a çıxılsın. S bərabərdir 360-a. Nəzər salsaq görərik ki, S-lər islah olunur. Yerdə nə qalır? 100A çıxılsın 10-a olur 90-a. 10B çıxılsın 100B edir mənfi 90B. Bərabərdir 360-a. Buradan da 90-ı mötərizə xərcini çıxarsam, 360-ı da 90 vur 4 şəklində yazsam, 90-lar ixtisar olunlar. A çıx B bərabər 4 almış olaram. Bizdənsə A plus B cəminin ən böyük qiymətini soruşur. Baxın uşaqlar, A-ya 9 versəm gərək B 5 olsun ki, fərqləri nəyə bərabər olsun? 14-ə bərabər olsun. Başqa nə verə bilərik? Gəlin yoxlayaq tək-tək. 8 versək B nəyə bərabər olur? 3-ə bərabər olur. Üzr istəyirəm. 4-ə bərabər olur. Buradan da 8 üstəgəl 4 12-yə bərabər olur. Yəni, cəm azalmış olur beləlikdən. Yəni, ən böyüyü elə 14-ə bərabər imiş sən demə. C. 8-ci sual. Gəlin, bu hissəni silək. Deyir ki, Euler-Venn diaqramına əsasən A və B natural ədəd sadə vurğularına görə AB bölünsün əb/AB kvadratı ifadəsinin qiymətini tapın deyir. Baxın uşaqlar, gəlin bu ifadəni ilk öncə yuxarıda yazaq. Çünki Euler-Venn diaqramı yuxarıdadır şəkildə. İfadəmiz AB böl əb/AB-nin kvadratı idi. Baxın uşaqlar, biz demişdik ki, əbob ortaq olan sadə vurğuların hasilidir. Amma biz Euler-Venn diaqramının A və B-nin kəsişməsini nəzər salsaq, heç bir elementin olmadığını görərik. Yəni, bunların ortaq bir elementləri yoxdur. Biz də demişdik ki, əgər iki ədədin ortağı yoxdursa, ortaq vurğuları yoxdursa, onların əbobu 1-ə bərabərdir. Yəni, məxrəc 1-ə bərabərdir uşaqlar. O zaman bu ifadə nəyə bərabərdir? AB-yə bərabərdir. Buradan AB hasilini tapsam, 5 vur 2 10, 7 vur 3 21. Yəni 210-a bərabər olmuş olacaq. 9-cu suala baxaq, maraqlı suallardan biridir. K üstəgəl 2 böl 100K üstəgəl 47 kəsirini tam ixtisar etdikdə n böl m kəsiri alınır. Əkyob m üstü 5, n üstü 5 bərabərdir. 7 üstü 10 olarsa, m plus n plus k cəmini tapın deyir. Və təbii ki, mnk nədir? Natural ədədlərdir. Baxın uşaqlar, deyir ki, kəsiri tam ixtisar etdikdən sonra kəsir n böl m formasına düşür. Gəlin ilk öncə biz sizlərə bunları qeyd edək. K plus 2 böl 100K plus 47 bərabərdir n böl m. Baxın uşaqlar, tam ixtisar etdikdən sonra bunların heç bir ortaq vurğuları olmur. Yəni, n ilə m-in ortaq vurğu olmur. O zaman onlar necə ədədlər olur uşaqlar? N-M necə ədədlər olur? Qarşılıqlı sadə ədədlər. Qarşılıqlı sadə.
Bəs qarşılıqlı sadə ədədlərin əkobu nəyə bərabərdir? İlk öncə nəzərinizə çatdırım ki, əkob m üstü 5, n üstü 5-i biz əkob m n üstündə 5 şəklində yaza bilərik. Və yaxud da ki, qarşılıqlı sadə ədədlərin əkobu m-ə bərabərdir. Yəni, buradan da m üstü 5, n üstü 5 olduğuna görə m üstü 5 vur n üstü 5 bərabərdir 7 üstü 10-a. Buradan da m-in üstündə 5 bərabərdir 7 üstündə 2 üstündə 5. Yəni, m-in hasili nəyə bərabərdir? 7-nin kvadratına, yəni 49-a bərabərdir. Baxın, uşaqlar, m olsun bizdə 49, n olsun 1. Başqa 7 ola bilər, amma o yenə ixtisar olunur, yerdə 1 qalır. Ona görə 49 ilə 1 götürürəm, çünki qarşılıqlı sadə ədədlərdir. Aparıb yuxarıda yerinə qoysam, k plus 2 böl 100k plus 47 bərabərdir 1 bölünsün 49 almış olaram. Buradan da hər iki tərəfi 49-a vursam, 49k plus buradan alıram 98 bərabərdir 100k plus 47. Buradan da alıram ki, 51k bərabərdir 51-ə, yəni k bərabər olur 1-ə. Baxın uşaqlar, m-i tapdım 49-a bərabərdir, n-i tapdım 1-ə bərabərdir, k da 1-ə bərabərdir. Bizdənsə bunların cəmini istəyir. 49 plus 1 plus 1 edir bizdə 51. 10-cu sual, həmçinin bu da maraqlı suallardan və həm də uşaqlar, baxın, bu sual həm 2020-ci ilin buraxılışında təkrarlanıb, həm də 2022-ci ildə təkrarlanıb. Baxın, 22-ci suala. 2022-ci ilin buraxılışında təkrarlanıb, 2020-ci ilin buraxılışında təkrarlanıb. Yəni, sizlərin hər il düşən sualları, keçmiş sualları işləməyinizin faydası sizlərə çoxdur. Gəlin, qaydaq digər suala, həminki suala. 10-cu sual. Baxın, n bərabərdir 2n verilib. Gəlin, ilk öncə burada n bölünsün m nisbətini quraq. Yazıram ki, n böl m bərabərdir 2 böl 1-ə. Yəni, n-i 2k götürürəm, m-i k götürürəm. 3 vurulsun əkob, 3 üstü n, 5 üstü m, çıxılsın 2 vurulsun əbob, 3 üstü m, 5 üstü n bərabərdir 133-ə. Baxın, uşaqlar, n-in yerinə 2k yazıram, m-in yerinə k yazıram. 3 vurulsun əkob, 3 üstü 2k, 5 üstü k, çıxılsın 2 vurulsun əbob, 3 üstündə k, 5 üstündə 2k bərabərdir 133-ə. İlk öncə baxaq uşaqlar, burada 9 üstü k şəklində yaza bilərəm, düzdürmü? 3 üstü 2k yazmıram, birbaşa 9 üstü k yazıram. Və nəzər salsaq görərik ki, 9 üstü k və 5 üstü k-nın heç bir ortaq vurğu yoxdur. Bunların əkobu onların hasilinə bərabərdir. Yəni, qarşılıqlı sadə ədədlərdir. Çıxılsın 2 vurulsun və həmçinin burada da ortaqları yoxdur. Əbobu yalnız 1-ə bərabərdir. Buradan alıram 2 vur, 9 vur, 5 üstündə k bərabərdir 135-ə. Burada 3 olmalıdır, üzr istəyirəm. 3 vurulsun 45 üstündə k bərabərdir 3 vur 45-ə. 3-lər ixtisar gedir, k da bərabər olur 1-ə. K-nın 1 olduğunu tapdıq, bizə nəyi soruşur? M plus n-i soruşur. 2 vur 1, 1. Yəni, 2 böl 1 nisbətini almış olaram elə. Bunların cəmi 2 plus 1 bərabərdir 3 olar. 11-ci sual. Əbub AB vurulsun əkib AB 300 olarsa və A və B ədədlərinin ortaq olmayan sadə vurulları hasili 12 olarsa, əbub AB-ni tapın deyir. Baxın, uşaqlar, bizə məlum olan düsturlar var. Hansılar ki, onlar əbub AB kök altında AB böl C-yə, əkob AB isə kök altında ABC-yə bərabərdir. Gəlin, ilk öncə bunları qeyd edək sizlərlə. Əbub AB bərabərdir kök altında AB böl C-yə. Əkob isə bərabərdir kök altında ABC hasilinə. Aparıb yerinə qoysam, nə alaram? AB böl
S vurulsun kök altında. AB vur kök altında S. Kök altı S'lər ixtisar olunar. Yerdə nə qalır? Kök altı AB vur kök altı AB, yəni AB bərabərdir 300-ə. Baxın uşaqlar, AB hasilini tapdım ki 300-ə bərabərdir. Ortaq olmayan sadə vurğuların hasili verilib 12-yə bərabərdir. EBOB AB-ni tapın. Baxın, EBOB nəyə bərabərdir uşaqlar? Kök altında AB böl S-yə. Yəni kök altında 300 bölünsün 12-yə. O da bərabər olur kök altında 25-ə, yəni 5-ə. Olur A variantı. Baxın 12-ci sual gözünüzü qorxutmasın. Nə qədər uzun görsənsə də əslində bir o qədər sadə sualdır. İşimizi rahatladan nədir? A və B ədədlərinin qarşılıqlı sadə ədəd olmasıdır. Hansı ki biz demişdik ki A və B ədədləri qarşılıqlı sadə ədədlər isə EKOB, onların hasilinə, EBOB isə 1-ə bərabərdir. Bunu isə yerinə qoysam nə alaram uşaqlar? AB plus 1 böl AB çıxılsın 1 bərabərdir 3. Hər iki tərəfi AB çıx 1-ə vururam. Nə alaram? AB plus 1 bərabərdir 3AB çıx 3. Buradan da alaram 2AB bərabərdir. Neçəyə? 4-ə. AB də bərabərdir 2-yə. Baxın, çox rahat sualların biridir. 13-cü sual. Euler Venn diaqramına əsasən AB çoxları uyğun olaraq A və B ədədlərinin sadə vurulları çoxluq olarsa, EBOB AB vur EKOB AB-ni tapın. Baxın uşaqlar, ilk öncə bir dəqiqə A və B natural ədədlərinin sadə vurulları çoxluğu. Baxın uşaqlar, EBOB ilk öncə A-nı yazaq. 5 vur 3 vur 2 B nəyə bərabərdir? 3 vur 2 vur 7. Gəlin ilk öncə sizdən EBOB-u tapaq. EBOB nədir uşaqlar? Ortaqları. Yəni 3 vur 2 6. EBOB 6-ya bərabərdir. 6 vurulsun EKOB AB. Bəs EKOB nəyə bərabər olacaq? Ən böyük ədəd hansıdır? Təbii ki B-dir. Bu da bərabər olur. 6 vur, 7 vur, 3 vur, 2 vur. Hansı yoxdur? 5 yoxdur. 5 də vuram bunlara. Olur 5 vur 2 10. 7 vur 3 21. Vur 6. 126 vurulsun 10. Yəni 1260 almış olaraq. 14-cü sual deyir ki, verilmiş ədədi 6-ya tam bölünərsə, x plus y plus z cəminin ən böyük qiymətini tapın. Uşaqlar, baxın, 6-ya bölünmə əlamətini yadımıza salsaq, demişdim ki, 6-ya bölünməsi üçün ədədin tam bölünməsi üçün ədəd həm 2-yə bölünməlidir, həm də 3-ə bölünməlidir. 3-ə bölünmə əlaməti nədir uşaqlar? Verilmiş ədədin rəqəmləri cəmi 3-ə qalıqsız bölünməlidir. Bəs 2-yə bölünmə əlaməti nədir? Sonu cüt rəqəm olmalıdır. Baxın uşaqlar, ilk öncə başlayaq sizlərlə 2-yə bölünmə əlamətindən. Vurğuladım ki, sonu cüt ədəd olmalıdır. Bəs cüt ədədlərimiz hansılardır? 2, 4, 6, 8. Amma bizdə şərtdə deyir ki, cəmin qiyməti ən böyük olsun deyir. Baxın, ən böyük olması üçün bizim cəmimizdə olan iştirak edən x, y, z ədədləri ayrı-ayrılıqda böyük ədəd olmalıdır. Z ən böyük nədir? 8-dir. Z-i yazıram ki, 8-ə bərabərdir. Gəlin buradan x plus y tapaq. Gəlin ilk öncə cəmi tapaq. X plus x 2 plus x plus 3 plus y plus 4 plus 8. Buradan da alıram ki, 17 plus x plus y-ə bərabərdir. Baxın, bu 3-ə qalıqsız bölünməlidir uşaqlar. Gəlin, bizə maksimal lazımdır deyə bir ədədi 9 saxlayaq. Misal üçün, x 9 qalsın. Gəlin, y-ə tək-tək qiymətləri verək. Y olsun 9. O zaman x plus y cəmi nə olur? 18 aparıb yerinə qoysam, 18 plus 17 bərabər olur nəyə? 35-ə. 35-dəki bölünmür. İkinci y-ə 8 götürürəm. O zaman nə alıram? 17 plus 17 alıram. 34-ə bərabərdir. 34 qalıqlı bölünür. Üçüncü olaraq y bərabərdir. 7 alıram. Hansı ki 17 plus 16 alıram. Burada da 33-ə bərabərdir. 33 də 3-ə qalıqsız bölünür. Tam bölünür. Yəni y 7-yə bərabərdir. X də 9-a bərabərdir. Bunlara cəmləsəm nə alaram uşaqlar?
9 8 17 plus 7 24 almış olaram. 23-cü sual diaqramda bir dəqiqə. Hə, 15-ci sual. 102 kvadratı çıxılsın 63 kvadrat ədədinin neçə sadə böləni var deyir. Baxın uşaqlar, ilk öncə 102 çıxılsın 63 vurulsun 102 plus 63 şəklində yazıram. 102 çıx 63. Nə olur burada? 9 39 vurulsun 102 plus 63 165. 165-i nə şəklində yaza bilərik? 5-ə bölsəm 33. 33 vurulsun 5. 39-u uşaqlar yazıram 3 vurulsun 13 şəklində. 33-ü 11 vuru 3. 5-i də elə 5 şəklində yazıram. Yəni 5 vuru 1, 1 yazmıram artıq. Baxın 3-dən neçə dənədir? 2 dənədir. 3 kvadratı vur 11 vur 13 vur 5. Sadə bölənlərin sayı müxtəlif sadə vurğu sayına bərabərdir. 1, 2, 3, 4 dənə. Olur B variantı. 16-cı sual 14 ilə 38 arasında 8-ə qalıqsız bölünən natural ədədlərin cəmini tapın deyir. Baxın, hansılardır qalıqsız bölünən? 16-dır, sonra 24-dür və 32-dir. Bunları cəmləsək nəyə bərabər olar? 72 bərabər olar. Olar Y variantı. 17-ci sual natural M ədədi üçün əbob 2m çıx 1, 2m plus 1 bərabərdir. 4m çıx 7 olarsa, əkob 13m çıx 2, 15m plus 2-nin qiymətini tapın deyir. Baxın uşaqlar, ilk öncə verilmiş ilk əboba nəzər salsaq, görərəm ki, verilmiş iki ədəd də ardıcıl tək ədədlərdir. Və ardıcıl tək ədədlərin heç bir ortaq vurğu olmadığı üçün onlar qarşılıqlı sadədlərdir və onların əbobu 1-ə bərabərdir. Yəni 1 bərabərdir 4m çıxılsın 7-yə. Buradan m-i 4m bərabər 8 alaram. M-i tapmış olaram ki 2-yə bərabərdir. Burada da yerinə qoysam əkob 26 çıx 2 24. Daha sonra 15 vur 2 30 üstə gəlir 2 32-yə bərabər olar. Buradan alıram 8 vur 4 32-yə bərabərdir. 6 vur 4 24. Burada hansı yoxdur? 3 yoxdur. 32 vur 3. 96-ya bərabər olmuş olar. 3 ardıcıl natural ədədin cəmi 63-dür. Bu ədədlərdən ən kiçiyi ilə ən böyüyünün hasilini tapın. 3 ardıcıl natural ədəd n plus 1, n plus 2 bərabərdir 63-ə. Baxın, neçə dənə n var? 3 dənə 3n bərabərdir. 63 çıxılsın 3 edir 60, n bərabər olur 20-yə. N 20-yə bərabərdir, ən kiçiyi, ən böyüsü 22-yə bərabərdir. Bunda hasili 440-a bərabər olmuş olacaq. 19-cu sual, 2 ardıcıl cüt ədədin cəmi 66 olarsa, bu ədədlərdən böyüyünü tapın deyir. Baxın, 2 ardıcıl cüt ədəd deyir. Gəlin 2n və 2n plus 2n götürək. Cəmini də yazıq 66. 4n bərabərdir. 66 çıx 2, 64. N də bərabər olur 16-ya. Deyir ki, ədədlərin ən böyüyünü tapın. Baxın, 2n plus 2 bizdə nədir? Ən böyüyüdür. Yerinə qoysaq 32 plus 2, 34. 20. AB tam ədədləri üçün n-in ala biləcəyi qiymətlər Euler Venn diaqramında verilmişdir. Diaqrama əsasən P plus Q plus N ifadəsinin qiymətini hesablayın. Maraqlı sualdır. Gəlin ilk öncə sizlərlə AB ədədləri tam ədədlər olduğu üçün onları parçalı hökmsürdən istifadə edərək parçalayaq. Baxın, A bərabərdir. Gəlin bunu parçalayaq. Necə? 2n kubu bölü n. Nə alıram? 2n kvadratı çıxılsın. 5n kvadratı böl n. 5n plus 12 böl n. B-dən alaram. 3n kubu üstə gəl 11n çıxılsın 18 böl n.
Baxın uşaqlar, tam olması üçün 12-nin bölənləri olmalıdır. Hansılardır? 1, 2, 3, 4, 6, 12. Burada da 18-in bölənləri olmalıdır. 1, 2, 3, sonra 6, 9 və 18. Baxın uşaqlar, bu hissə sırf B-yə aiddir, bu hissə A-ya aiddir və ortaqları buradadır. Düzdürmü? Baxın, ortaq 1, 2, 6 var. 1-i, 2, 6-nı silirəm aralarında. Baxın, B-yə aid olanlar 18-dən N. Baxın, 18 və N. Baxın, ilk öncə gəlin ortağını tapaq. Q hansıdır burada? Ortaqdır. Ortaqları hansılar qalır? 3 qalır da, düzdür? Yalnız 3 var burada. Q bərabər olur 3-ə. Günü yazıram burada 3. Və burada 4 verilib A-da. Hansı ədədi yoxdur? 12 yoxdur. Deməli, P nəyə bərabərdir? 12-yə bərabərdir. Daha sonra burada N-i tapmalıyam. N də bərabər olur nəyə? 18-ə. Bir dəqiqə, tələsməyək. 18 var, üzr istəyirəm, 9-a. Bunları da cəmləsək 15 plus 9 bərabər olur 24-ə. Maraqlı sualdır. 21-ci sual deyir ki, verilmiş ədədi 30-a tam bölünərsə, A-nın mümkün qiymətləri cəmini tapın deyir. Baxın uşaqlar, 30-a bölünmə əlaməti üçün ədəd həm 10-a bölünməlidir, həm də 3-ə bölünməlidir. 10-a bölünməsi üçün ədədin sonu 0-la bitməlidir. 3-ə bölünməsi üçün də ki, cəm 3-ə tam bölünməlidir. Baxın, ədədin sonu 0-la bitirsəm, o zaman B-ni mən birbaşa 0 yazıram. Ədədimiz gəlib düşür A, 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 8, A, 0 formasına. Və qaldı 10-a bölünmə əlamətini tətbiq etdik. Qaldı 3-ə bölünmə əlaməti, hansı ki, cəmləyirik. Nə olur? 4A plus 8. 3-ə tam bölünməlidir. İlk öncə A1 olduqda yoxlayıram. 12 bölünür 2. A bərabərdir 2 halını yoxlayıram. 4 2, 8. 8 üstəgə 8, 16 bölünmür. A bərabərdir 3 halını yoxlayıram. 4 3, 12 plus 8, 20, 20 bölünmür. A bərabər 4 halını yoxlayıram. 16 plus 8 bizə nəyi verir? 24-ü bölünür. 24-ü verir. 24 3-ə qalıqsız bölünür. 5-ci A bərabər 5-i veririk. Nə olur? 5 vur 4, 20, 28 3-ə bölünmür. Daha doğrusu qalıqsız bölünmür. A bərabərdir 6 olduqda 24 plus 8 bərabərdir 32 alırıq ki, bölünmür. A bərabərdir 7 halında 28, 8, 36. 8 ilə 9 halında da səhv etmirəmsə bölünmür. A-nı 7 ilə 4, 1 cəmləyirəm. 7 plus 4 edir 11, üstəgəl 1 edir bizdə nə? 12. Bayaq dediyim 22-ci sual və 10-cu sual eyni suallardır. Baxın 23-cü sual. Diaqramda n və n ədədləri sadə vurğuları verilmişdir deyir. M çıx n böl əbob m-in nisbətini tapın. Baxın uşaqlar, əbob demişdik ki, ortaq olan sadə vurğulardır. Və burada bu hissə sırf ortaqlardır. Amma mən görürəm ki, burada ortaq yoxdur. Ümumiyyətlə yoxdur. Deməli, bunların ortağı yoxdursa, əbob 1-ə bərabərdir. Yəni, məxrəc 1-ə bərabərdir. Yəni, bu ifadə elə sən demə, m çıx n-ə bərabər imiş. Buradan da 130 çıxılsın 77 yazıram. 100-dən də 77 çıxdıqda bərabər olur. Nəyə? 23 plus 3 bizdə edir 53. 24-cü sual. Əbu Babi 441 olarsa, cədvələ əsasən m-i tapın. 2022-ci ilin buraxılışında istifadə olunan sualdır. Baxın uşaqlar, A ilə B-ni ilk öncə mən tapıram. Baxın, bunlar vurğulardır. Bunlar isə vurğuların təkrarlanma sayı. Baxın, ilk öncə burada A qarı ilə işarə olunub. 3 vurayım, 3 vurayım. Baxın, 6 dənədir, 2 dənədir. Burada
Deyək səhv yazdım. Deməli, A-dan 3-dən 6 dənədir, M-dən isə 2 dənədir. Burada M-dən 2 dənədir. Deyək, uşaq qarışdırdım mən. Burada da 2 dənədir. Burada isə 7 dənədir. Deməli, bizdə əbobu soruşur. Əbobu isə ortaq olan sadə vurğular hasildir. Ortaqlar 3 kvadratı və m kvadratıdır. 3 kvadrat vur m kvadrat bərabərdir 441-ə. M kvadratı bərabərdir 441 bölünsün 9-a, yəni 49-a. M bərabər olur 7-yə. 25-ci sual artıq bizim işlədiyimiz suallara uyğun sualdır. 26-cı suala baxaq. Gəlin yenə biz sizlərlə A bölü B nisbətini düzəldək, yəni 3 bölü 4. 3K, 4K götürürəm. Baxın uşaqlar, əkob AB. Baxın, əkob nədir? Ən böyük ədədi götürürəm. Hansıdır? 4K. Kiçik ədədə baxıram ki, 4K-da olmayan hansıdır? 3-dür. Yəni 12K çıxılsın. Əbob AB, yəni əbob 3K ilə 4K. Ortaqları isə K-dır. Yəni əbob AB bərabər olur K-ya. 88-ə bərabərdir. Buradan da 11K bərabərdir 88. K bərabərdir 8. 3 vur 4. Daha doğrusu 8 vur 3, 24. 8 vur 4, 32. Bunları cəmləsəm, verəcək mənə 56. Yirmi 7-ci sual təkrar işlədiyimiz suallardan biridir. 28-ci sual maraqlı sualdır. Baxın uşaqlar, burada nəzər salsaq görərik ki, A kvadrat plus 2AB plus B bizdə A plus B-nin kvadratına bərabərdir. Baxın, buradan x kvadrat çıx, y kvadrat kimi baxsaq, fərqləri düz sıralarıq. Yəni A plus B plus C 13-ə bərabərdir. A plus B çıx, C bərabərdir nəyə? 1-ə. Buradan alt-alta çıxsaq, 2C bərabərdir. Nə alarıq? 14 alarıq. Baxın, 2C zaten bizə lazımdır, 14-ə bərabərdir. C isə 7-yə bərabərdir. Buradan A plus B cəmini 8 almış olaraq. O zaman 8 üstəgəl 14 nəyə bərabərdir? 22-yə bərabərdir. 29 m plus n bərabərdir 56 və əkob m-in 105 şərtlərini ödəyən mn natural ədədlərinin kiçiyini tapın deyir. Baxın uşaqlar, ilk öncə gəlin biz sizlərlə baxaq görək 105 ədədinin vuruqları arasında hansı ədədlər var? Yəni 105-i 7 vur, 3 vur, 5 şəklində yazaq. Baxın uşaqlar, 56-ya hansı ədəd bölünür? Buradan 7 bölünür. O zaman mən m ilə n-i 7A ilə 7B götürürəm. Cəmləsəm 7 vur A plus B bərabərdir 56 almış olaram. A plus B-ni də 8 almış olaram. Və burada yerinə qoysam 7AB bərabərdir 7 vur 3 vur 5. Yəni AB bərabər olur 15-ə. Cəmi 8-ə, hasilli 15-ə bərabər olan ədədlər isə 3 ilə 5-dir. Yəni A 3-ə, B 5-ə bərabərdir. Deyir ki, n və n ədədlərinin ən kiçiyini tapın. Aparıb yerinə qoysaq, 7 vur 3 21, 7 vur 5 35. Yəni n bərabərdir 21 almış olaraq. Nəzər salaq 30-cu suala. Natural A və B ədədləri üçün A bölü B 3 və əkob AB 75 olarsa, əbobu tapın. Baxın uşaqlar, həmişə A bölü B nisbətini burada düzəldirik. Nə olur? 3 bölü 1. 3K ilə 4K. Əkob nədir uşaqlar? 3K. Yəni 3K bərabərdir 75. K da bərabər olur nəyə? 25-ə. Bizdən isə əbob AB-ni soruşur uşaqlar. Əbob ortaq olan vuruqlar hasildir. Baxın, 3K ilə K-nın ortağı hansıdır? K-nın özüdür. Yəni əbob ilə K-ya 25-in özünə bərabər imiş. 31-ci sual. M çoxluğu 60 ədədinin natural bölünənləri çoxluğudur. Bu çoxluğun elementlərinin sayını tapın. Gəlin ilk öncə bunun üçün 60-ı sadə vuruqlarına ayıraq. Nə olur burada? 2 vur, 3 vur,
5 vur 2. Ne olur? 2 kvadrat vur. 3 üstü 1 vur. 5 üstü 1. İndi isə bunun natural bölənlərinin sayını tapaq. Qüvvət plus 1 və hasili. Bunu da alaram ki 2 vur. 4 vur. 3 12. 32-ci sual. N'in hansı ən kiçik natural qiymətində A bərabər N faktorial ədədi 340-a qalıqsız bölünür. Uşaqlar, faktorial sizi çaşdırmasın. Ümumiyyətlə, N faktorial demək, 1-dən N-ə qədər ədədlərin hasili deməkdir. Misal üçün, 5 faktorial 1-dən 5-ə qədər ədədlərin hasili deməkdir. Və yaxud 29 faktorial 1-dən 29-a qədər ədədlərin hasili deməkdir. Baxın, A bərabərdir N faktorial ədədidir. 340-a tam bölünür. N faktorial böl 340 yazıram mən. Və məxrəcdə baxıram, sadə vurğularını ayıram. 34-ü 17 vur 2 və 5 vur 2 şəklində yazıram. Baxın uşaqlara. 2 faktorial 2 yazsam, 2 faktorial nəyə bərabər? 1 böl 2. Deyir ki, qalıqsız bölünür. Baxın, qalıqsız bölünmür. Əksinə burada məxrəc daha böyük olur. Yəni, sürət məxrəcdən böyük olmalıdır. Bəs mən 17 faktorial yazsam, 17 faktorial nə deməkdir? 1 vur, 2 vur, 3 vur, 4 vur, 5 vur, nöqtə nöqtə 10 vur 17. Böl 17 vur, 2 vur, 5 vur 2. Baxın 5 vur 2 10. Bunlar ixtisar gedir, 17-lər ixtisar gedir. 2-lər ixtisar gedir. Görürsünüz, yəni tam bölünür. Yəni deməli n 17 faktoriala bərabər, 17-yə bərabər imiş. Qiymətində əbob bərabərdir AK-16 tənlinin yeganə həlli olarsa, əkob A-K, A plus K-nı tapın deyir. Maraqlı sualdır. Gəlin ilk öncə əbobu tapaq nəyə bərabərdir? Əbob verilib K kubu çox 27 və K kvadratı üstə gəl 3K üstə gəl 9 bərabərdir. AK çıxılsın 16. Baxın uşaqlar, K kubu çıx 27-ni mən vurğulara ayırsam, K çıx 3 vurulsun, K kvadrat plus 3K plus 9 alacağım ki, əbob demək ortaq vurğular deməkdir. O zaman əbob bərabər olur K kvadrat üstə gəl 3K plus 9-a. K kvadrat üstə gəl 3K plus 9 bərabərdir AK çıxılsın 16. Buradan da K kvadratı üstə gəl 3 çıx A vur K və üstə gəl 25 bərabərdir 0-a. Baxın uşaqlar, bunu tam kvadrat şəklində göstərmək üçün gərək buradakı ifadə mənfi 10-a bərabər olsun. Yəni K plus 5-in kvadratını almaq istəyirəm, tutaq ki. K çıx 5 bərabər 0 almaq istəyirəm, tutaq ki. O zaman bunu açsam K kvadrat çıx 10 K plus 25 alaram. Düzdürmü? Deməli, 3 çıxılsına bərabərdir. Mənfi 10 yazıram. Mənfi A da bərabərdir. Mənfi 13-ə, A bərabərdir 13-ə. Baxın uşaqlar, əkob 13 çıx K, 13 plus K-nı soruşur. Baxın, buradan da yazmışam axı K çıx 5-in kvadratı bərabərdir 0-a. Deməli, K nəyə bərabərdir? Təbii ki, yeganə həllidir uşaqlar. Yeganə həlli olması üçün diskriminant 0-a bərabər olmalıdır. Mən bunu vurğulamadım, vurğulamalıydım. K bərabərdir 5-ə. O zaman 13 çıx 5 nə olur? 8 olur. 13 plus 5 olur 18. Bunların da əkobunu tapırıq. Düzmü yazdım? 13 çıx 5 8. Toplayanda da olur 18, bəli. 4 vur 2, 9 vur 2. Yazıram 18 vur 4. Əkob sənləmə 72-yə bərabər imiş. Olur E variantı. 34-cü sual. M-in üstü xətt və N-in üstü xətt natural ədədləri üçün bu bərabərlik doğru olarsa M-in üstü xətti tapın deyir. Maraqlı sualdır. Gəlin baxaq. Gəlin ilk öncə uşaqlar verilmiş bu ifadələri tək-tək açaq və yaxud açmayaq.
Çarpaz şəklində vuraq nə alaram? 11 mn üstündə xətt olsun. 11 n m üstündə xətt bərabərdir 5 mn üstündə xətt bərabər üstə gəl 5 n m üstündə xətt. Nə alaram buradan? Alaram ki 6 m n üstündə xətt bərabərdir 5 üstə gəl 11. Nə olur? 16 n m üstündə xətt. Əsas bunları düzgün yazım. Deməli 6 m n üstü xətt. Gəlin ən yaxşısı hər iki tərəfi 2-yə bölək. Nə alaram? 3 m n üstü xətt bərabərdir 8 n m üstündə xətt. Bizdən də m n ədədini soruşur. Gəlin bunları açaq. 3 vurur 10m plus n bərabərdir 8 10n plus m. 30m çıxılsın 8-in birbaşa açıram. Bərabərdir 80-in çıxılsın neçə? 3n. Buradan 30m çıxılsın 8m bərabər olur 22m. Buradan da nə alaram? 77 n alaram. Hər iki tərəfdə 11-ə bölsəm 2m bərabərdir 7n alaram. M böl n nisbətini yazıram burada. N 7-yə, m də 2-yə. Yəni m7, n2. Bizdən nəyə soruşur? M-ni. M-n. Yəni 7, 2, 72. Oldu belə. 38-ci sual, daha doğrusu 35-ci sual. ABC ardıcıl cüt natural ədədlərdir deyir. Əkyob m-ni tapın. Uşaqlar, bunu yazmazdan qabaq gəlin biz sizlərlə ardıcıl 3 dənə natural ədəd qeyd edək. Olsun, 2, 4, 6. Baxın uşaqlar, biz bura baxsaq görərik ki, bu ədədlər arasında 2 vahid artım var. Düzdürmü? Yəni 6 çıx 4 bərabərdir 4 çıxılsın 2-yə. Və uşaqlar 6 çıx 2 nəyə bərabərdir? 4-ə bərabərdir. Bu hamısı üçün eyni olacaq. Düzdür, bu məntiq uyğunluq qurduqsa mən yaza bilərəmmi? C çıxılsın B bərabərdirmi? B çıxılsın A-ya. Yəni C üstə gəl A bərabərdirmi 2B-yə? Aparıb yerinə qoysam nə alaram? 6n çıxılsın 4 üstə gəl 5n bərabərdir 2 vurulsun 3n. Birbaşa yazıram 6n plus 6 vur 2 12-yə. Buradan da 6n 5n 11n çıx 6n bərabərdir 16-ya. Baxın, bir tərəfdən də yazdım ki 6 çıx 2 4. Yəni sonuncu ilə ilkin fərqi 6n çıx 4n çıx 6n çıx 4 çıx 5n bərabərdir 4-ə. Buradan da n bərabərdir 8 alaram. Burada nə yazmışam? 11, 6. Burada 12. Düzmü yazdım? 4-ə bərabərdir, fərqi də bərabərdir. Düzmü yazmışam? Əsas düz yazım buranı. Səhvlik olmasın. Bir də nəzər salıb 6n çıx 4 plus 5n C plus A bərabərdir 2B-yə. Yəni 6n plus 12-yə. Deməli, bunlar 11n çıxılsın 6 bərabərdir 16.
N-i yerinə yazsam -6n bərabərdir 16 çıxılsın 88. Bunu da hesablı tapa bilərəksiniz. Nəsə qələm çox yaxşı yazmadı, bilməm nə olubsa. Amma dediyim kimi C-dən B-ni çıxırsınız, bərabər edirsiniz B-A fərqinə və C çıxılsın A bərabərdir 4 yazırsınız. Baxın, deyir ki, n ədədi 35-ə böldükdə natamam qismətdə m, qalıqda m kubu alınarsa, n-in ən böyük qiymətinin rəqəmləri cəmini tapın deyir. Baxın uşaqlar, n ədədi 35-ə böldükdə natamam qismətdə m, qalıqda m üstü 3 alınır. Yəni n bərabər olur 35 m plus m kubuna. Və biz demişdik ki, bölən həmişə qalıqdan böyükdür. Baxın, burada m maksimum neçə ola bilər? 3 ola bilər təqribi. 3 tam onda neçəsə olacaq. Amma bizim n-in ən böyük qiyməti istədiyinə görə m-i ən böyük götürməliyik. Yəni 3 götürəcəm. M bərabərdir 35 vur 3 plus 3-ün kubu 27. Bu da bərabər olur. 5 vur 15, 5 yazıram. 1 yadda 105 üstə gəl 27. Nə olur? 132 olur. Bunda rəqəmləri cəmini soruşur, səhv etmirəmsə. 1 üstə gəl 3, 4 üstə gəl 2 olur 6. Otuz 7-ci sual açıb yazılmalı bir sualdır, maraqlı sualdır. Sizin ixtiyarınıza buraxıram. 38-ci sualda eyni 9-a bölünmə əlaməti isə rəqəmlərə cəmi 9-a bölünməlidir. 39-cu sual maraqlı sualdır. Gəlin buna baxaq. Baxın, deyir ki, ədəd elə 3 natural ədədin cəmindən ibarətdir ki, onlardan birincisi 57-yə, ikincisi 24-ə, üçüncüsü isə 19-a tam bölünür və alınan qismətlər bərabərdir. Baxın, ədəd deyir. Gəlin ədədi A götürək. M, N, K olsun. Cəmi. Birinci ədəd 57-yə bölünür deyir. İkinci ədəd 24-ə bölünür və bu isə 19-a tam bölünür deyir. Və natamam qismət, daha doğrusu qismətləri bərabərdir. Yaza bilərəmmi? N böl 57 bərabərdir A-ya. M böl 25 bərabərdir A-ya. K bölünsün neçə? 19 bərabərdir A-ya. Yəni MNK-nı mən nə alıram? 57A, 19A və 24A. Bunları da cəmləsəm 100 almış olacam. 100 almış olacam və bizdən soruşur ki, verilmiş ədədin axırıncı rəqəmini tapın. Baxın uşaqlar, sonu 0-la bitir. Yəni A neçə olursa olsun, lap 7 olsun 700 olacaq. 9 olsa 900 olacaq. Yəni A-ya neçə verəksə verək, verilmiş ədədin sonu 0-la bitəcək. Qırxıncı sual rahat sualdır, ixtiyarınıza buraxıram. 41-ci sual, 2 rəqəmli ədədin rəqəmləri cəmi 5-dir deyir. Gəlin 2 rəqəmli ədədimizi yazaq uşaqlar. Olsun AB. Deyir ki, bu ədədin onluqlarının sayı təkliklərinin sayının 25%-nə bərabərdir. Baxın, təklik onluq. Onluqların sayı təkliklərinin sayının 25%-nə bərabərdir. Bunu da vururam 100-ə. Buradan nə alıram? 4-ə gedir. Yəni 4A bərabərdir B alıram. 4A bərabərdir B-yə. Bu ədədi tapın deyir. A böl B nisbətini düzəltsəm, B 1-ə bərabər olacaq, A 4-ə bərabər olacaq. A1, B4, 14. Olur Y variantı. Sonuncu sual, gəlin buna baxaq. X bərabər 9/2n vurulsun 25 M ədədinin sadə vurullarının sayı 10 olarsa, M-in ala biləcəyi qiymətlərin cəmini tapın deyir. Baxın uşaqlar, maraqlı sualdır, amma gəlin bu verilmiş ədədi maksimum sadə vurullarına ayırmağa çalışaq. Bax, 9-u mən 3-ün kvadratı kimi yazıram.
vurulsun. 5-i də 25-i də 5-in kvadratı kimi yazıram. Buradan nə alıram? 3 üstündə 4n vurulsun 5 üstündə 2. Sadə vurğuların sayıdır. Yəni 4n plus 2m n burada olmalıdır. 10-a bərabərdir. Hər iki tərəfi də 2-yə bölsəm 2n plus m bərabərdir 5 almış olacaq. Və m nə nəyə bərabərdir? M-in alabildiyi qiymətləri soruşur. 5 çıxılsın 2n-ə bərabərdir. Baxın uşaqlar, n natural ədəd deyə n-ə 0 verib yoxlaya bilmirəm. Çünki 0 natural ədəd deyil. n 1 olsun bizdə. n 1 olduqda m nə olur? 5 çıxılsın 2, 3 olur. n 2 olduqda nə olur? m 1 olur. M-ə 3 verə bilmirəm, çünki artıq m mənfi ədəd alınır ki, mənfi ədədlərdə natural ədədlər sayılmır. Yəni m və 2 qiymətə bərabər olur, 3-ə və 1-ə. Cəmi isə 3 plus 1, 4 şəklində olur. Olur B variantı. Bugünlük bu qədər. Düşünürüm ki, bu sizlərə faydalı olar. Mənim sizdən kiçik bir xahişim, videonu bəyənib, xoş rəylərinizi bildirməyinizi unutmamağınızdır və təbii ki, sizlərlə bu mövzuları davam edəcək. Çalışacağım ki, hər gün bir mövzu sizlər üçün paylaşım.